Salamlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə fizikada ağırlıq qüvvəsi, ümumdünya cazibə qanunu dərsinə baxacağıq və bunu daha dərindən izah edəcəm. Baxaq, uşaqlar, cazibə xarakterli iki qüvvə var. Bir, sahəyə gətirilmiş təsir qüvvəsi, ağırlıq qüvvəsi. İki, ixtiyari iki kütlə arasındakı qarşılıqlı təsir qüvvəsi. O da bərabərdir, F bərabərdir. J vur M1, M2 böl R kvadratı. Yəni, ixtiyari iki kütlə arasındakı qarşılıqlı təsir qüvvəsi onların kütlələrinin hasili ilə düz aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Arasındakı məsafə dedikdə bunların səthləri arasında deyil, yalnız mərkəzləri arasındakı məsafə nəzərdə tutulur. Aydındırmı? Əla. J burada qravitasiya sabitidir. Qiyməti 6,67 vur 10 üstü mənfi 11'dir. J'nin indi düsturunu çıxaraq və onun belə deyək də vahidin çıxaraq. J bərabərdə F R kvadratı bölünsün M1 vur M2. Aparıb hər şeyi yerinə qoyduqda F'in yerinə Newton, R'in yerinə metr kvadratı, kilogramda 2 dənə eyni olduğuna görə kilogramın kvadratı yazıldı. Onda bərabərdir metr kubu bölünsün kilogram vur saniyə. Bunların özünüz üçün bir neçə dəfə çıxarın ki, bu artıq sizin tam beyninizə otursun. Çünki imtahanda belə deyək də siz yavaş-yavaş topluda görəcəksiniz ki, bir neçə dənə kəmiyyət, bir neçə dənə vahiddir, vurub, bölüb, orada nəsə yazıb və sizdən bundan alınan vahidi istəyir. Ona görə alınmasının çıxarılışını bunu dəqiq bilin. Gələk ki, ağırlıq qüvvəsinə. Ağırlıq qüvvəsi bərabərdir mj düsturu ilə tapılır. Hər hansı bir cisimdir. Hər hansı bir cisim, baxaq, ağırlıq qüvvəsi yerin mərkəzinə doğrudur. Həmişə aşağı istiqamətdə hərəkət edir. J bərabərdir F ağırlıq böl M. J'nin əslində burada 3 adı var. Sərbəst düşmə təcili, qarşılıqlı, belə deyək də, gravitasiya sahəsinin qüvvə xarakteristikasıdır. Gravitasiya sahəsinin intensivliyidir. Bunu 3 adla tanımlayacaq. Bir də gravitasiya sahəsinin intensivliyi, gravitasiya sahəsinin qüvvə xarakteristikası, bir də sərbəst düşmə təcili. Ağırlıq qüvvəsində J'ni tapanda J bərabərdir F ağırlıq böl M. J bərabərdir F ağırlıq böl M, bərabərdir Newton bölünsün kilogram. O da bərabərdir metr böl saniyənin kvadratı. Biz bilirdik ki, metr böl saniyənin kvadratı bir də hansı kəmiyyətin vahidi? Təbii ki, təcilin vahidi idi. Uşaqlar, yazıların biri orada, biri burada yazılmasının səbəbi dərsdə olan qayddır. Həmin dərsdə olan qeydləri də həmin o qeydlərin üzərində başa salıram. Unutmayın. J nə F-dən, nə də M-dən aslı deyildir. Bunu unutmaq lazım deyil. Sərbəst düşmə təcilinin yerdə qiyməti 9,8 metr böl saniyə kvadratıdır. Yuvarlaqlaşdıranda isə 10. Yəni sizdə məsələlərdə orada göstərəcək ki, məsələnin altında yazacaq. 10-la götür, yaxud da 9,8 ilə götür, onu sizə deyəcək. İndi J bərabərdir böyük J, gravitasiya sabiti, vur M böl R kvadratı. Burada böyük M artıq nədir? Böyük planetin kütləsidir. Aydındır mı? Burada artıq planetin kütləsidir. Biz indi M-in yerinə aparıb qoyduqda 3-də 4 pi R J R düsturunu alarıq. Düzdür, M-in yerinə. Biz bilirik də kürə formasında olduğuna görə sən kürənin təbii ki kütləsini aparıb orada yazacaqsın. 3-də 4 pi R-dir. Amma orada da J'ni yazmalıyıq. R'lər ixtisar getdi, qaldı bir dənə R. Və biz bunu necə yadda saxlayaq? Pirojna sözündən pi, r, piro, j, r. Bax, pirojna sözündən yadınızda saxlayın. İndi, baxa görək, bu J sərbəst düşmə təcili nədən asılıdır? 1. Planetin kütləsindən, planetin radiusundan, planetin orta sıxlığından, planetin coğrafi en dairəsindən, planetdən olan hündürlükdən asılıdır. Planetdən hansı hündürlükdədir? Ondan asılıdır. Yəni, bu artıq nədir? J'nin asıl olduqlarını, kəmiyyətləri sizə dedim. 1. Əgər cisim ən azı
R bərabərdir h qədər yeri tərk edərsə, kosmik sürətə çevrilərsə, hərəkət azalan təcillə yavaşlayandır. Bu nə deməkdir? Bir düşünək ki, bu bizim yer kürəmizdir. Yer kürənin də R radiusu var. Bu R radius qədər hündürlükdə tərk edərsə, bundan yuxarı burada olarsa, siz görmüsünüz də, kosmik sürətə çevrilərsə, yəni kosmosda necə baş verir? Biz artıq cazibə qüvvəsi yoxdur orada. Uçuruq. Aydındırmı? Ayda görürsünüz necə hərəkət eləyir. Yəni bundan yuxarı hərəkətdə artıq azalan təcillə yavaşlayan hərəkət olur. Yəni hərəkətin adını bilək ki, azalan təcillə yavaşlayandır. Yox, əksinə bu dəfə hərəkət bu h hündürlükdən aşağıdırsa, yəni buralardadırsa, o zaman aşağı hərəkət edərsə, artan təcillə yeniləşən olar. Aydındırmı? Niyə? Baxın, yerə doğru gəldikcə cazibə qüvvəsi daha da artır. Aydındır? Yerdən uzaqlaşdıqca cazibə qüvvəsi azalır. Bunu unutmayın. Bunu indi buradan götürün. Bunu bildik biz. Əla. Baxaq, indi ağırlıq qüvvəsindən biraz tam dəqiq danışaq. Yer tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsidir. Qüvvə sıfır ola bilməz. Cismin kütlə mərkəzinə tətbiq olunur. Kütlə mərkəzi nə deməkdir? Bir cismin, məsələn, burada diagonalları verib, diagonalların kəsişmə nöqtəsi bunun kütlə mərkəzidir. Yəni, kütlə mərkəzi buradadır. Ağırlıq mərkəzi, bax, kütlə mərkəzinə tətbiq olunub. Yerin mərkəzinə doğrudur, baxın. Yerin mərkəzinə doğrudur. Əla. Bir də uşaqlar yadınızda saxlayın ki, sistemə verilən təcil bu qüvvənin qiymətini dəyişə bilməz. Aydındır? Ağırlığın, qüvvənin, ağırlıq qüvvəsinin qiymətini dəyişə bilməz. Yaxşı, bu ağırlıq qüvvəsi nədən asılıdır? Cismin kütləsindən asılıdır, coğrafi enlikdən asılıdır və hündürlükdən asılıdır. Əla. Gəlin indi baxaq. Biz bayaq düstur dedik də, düzdür? 2f bərabərdir j vurulsun m1 vur m2 böl r kvadrat. İndi əgər bu müəyyən hündürlükdə məndən istəyir sərbəst düşmə təcilini, dedi ki, j0 nədir? j0 dedi ki, yer səthində olan sərbəst düşmə təcilidir. Biz bunu hesablayıb alimlər yer səthində olan sərbəst düşmə təcilini 9.8 tapıblar. Amma indi müəyyən hündürlükdə olan sərbəst düşmə təcilini necə tapaq? J bərabərdir böyük M bölünsün R plus H-ın kvadratı. Bu düsturla hesablayırıq. Əgər, unutmayın, H R-ə bərabər olarsa, onda apardıq H-ın yerinə bir dənə R qoydum. Oldu 2R. Kvadratı olacaq 4R kvadratı. Yəni, nə qədər azalmış oldu? Sərbəst düşmə təcili 4 dəfə azalmış oldu. Əgər 2R olarsa hündürlük 2, yəni məsafə olaraq 2R qədər tərk edibsə, onda olacaq 9R. Yəni, aparıb 2R də yerinə qoydum, 1R də üstünə gəldim, oldu 3R, kvadratı 9R kvadratı. 3R olarsa, bir də R gəldim, 4R kvadratı olacaq 16R. 4R olarsa, kvadratı olacaq 25R. Yəni, üstünə 1R də gəlirəm, 5 kvadratı 25. Yəni, 25 dəfə azalmış oldu. Qrafika baxdıqda isə, müəyyən hündürlükdə olan sərbəst düşmə təcilinin hündürlükdən asılılığı bu qrafiklə. Bunu qara ilə çəkim ki, biləsiz. Qrafikimiz budur. Getdikcə azalır. Görürsünüz, R məsafədə olur J plus 4, J0 böl 4. 2R də olur. 1 də R gələndə olacaq 9 dəfə azalmış oldu. Bu da J0 bölünsün 9. Əla. Eynən də F ağırlığın qüvvəsi hündürlükdən asılılığı da budur. Gələk nəyə? Sərbəst düşməyə baxaq. Təcil nə idi? Sərbəst düşmə, bir də ağırlıq qüvvəsi altında hərəkət. Yəni, şaqili yuxarı və şaqili aşağı. Uşaqlar, sərbəst düşmə nədir? Yəni, sərbəst düşmə o zaman olur ki, orada havanın müqavimət qüvvəsi sıfıra bərabərdir. Bir də sürtünmə qüvvəsi sıfıra bərabərdir. Bunların heç biri yoxdur. Sadəcə cisim atılır və sərbəst düşür. Və sərbəst düşən anda da yadınızda saxlayın ki, necə baş verir? Başlanğıc sürət sıfıra bərabərdir. Əla, yalnız sərbəst düşmə təcili yalnız ağırlıq qüvvəsinin təsiri altında olur. Yəni, burada müqavimət qüvvəsi də yoxdur, sürtünmə qüvvəsi də yoxdur. Onda
M-A bərabər olur MJ-yə. Ağırlıq qüvvəsinin təsiri altında olur axı. M-lər ixtisar gedir, A bərabərdir J. Onda belə nəticəyə gəlir ki, ağırlıq qüvvəsinin təsiri altında olan hərəkətdə təcil, normalda bizim təcilimiz bərabər təcilli hərəkətdə təcil keçmişik orada. S-in düsturları var, yer dəyişmənin yolunun, nə bilim, zamanın, sürətin, hər birinin düsturunda təcilimiz var idi. Amma ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə, sürətdə də, zamanın düsturunda da, yer dəyişmənin düsturunda da təcil olur. Təcilin yerinə sərbəst düşmə təcili olacaq. Aydındırmı? Yəni biz bu vaxta kimi bildiyimiz düsturlardır. Sadəcə A-nın yerinə J qoyuram. S-in yer dəyişmənin də yerinə hündürlük qoyuram. Niyə görə? Çünki bu üfüqi o tərəfə gedir, sağa sola getmir də, yalnız yuxarı aşağı gedir. Yuxarı aşağıdakı yalnız burada hündürlük olur. Ona görə gedilən yolda hündürlüklə əvəz edirik. Gələk nəyə? Şaquli aşağı atılır. Şaquli aşağı atanda görürsünüz bu cisimdir. M ağırlıq qüvvəsi aşağı hərəkət edir. Sərbəst düşmədir. Sərbəst düşəndə başlanğıc sürət 0-a bərabərdir. Yeyinləşən hərəkətdir. Bunları da bilirik. Hamısını demişəm sizə. Onda başlanğıc sürət 0-a bərabərsə, normalda S-in düsturu nə idi? S bərabərdə AT kvadratı bölü 2 idi. Amma demişdim ki, S H-la əvəz olunur, A da J ilə əvəz olunduğuna görə H bərabərdə JT kvadratı bölü 2. Onda T düşmə nədir? Bu cisim buradan hansı nə qədər zaman anda yerə düşəcək? Yəni bura gələcək. Aydındır? T düşmə bərabərdir 2H bölünsün J. Yaxşı. S T-dən necə asılıdır və yaxud da H T-dən necə asılıdır? Kvadratik asılıdır. Onda V-nin düsturu nə olacaq? Normalda bərabər yeniləşən hərəkətdə V bərabərdir V0 üstəgəl AT idi, düzdür? İndi V0 getdi, qaldı V bərabərdir JT. VT-dən necə asılıdır? Düz asılıdır. N-ci saniyədə gedilən yol, yadınızdadırsa A vurulsun 2N plus 1 bölü 2 idi. Amma burada isə J olacaq. J vurulsun 2N minus 1 bölü 2. Əgər sizə 3 dənə fərqli kütlədə cisim verir. Bu M-dir, bu 2M-dir, bu da 3M-dir. İndi sizə deyir ki, bunların üçünü də eyni anda atsaq yerə hansı daha tez düşəcək? Xeyr, üçü də eyni zamanda düşəcək. Niyə görə? Əgər burada havanın müqavimət qüvvəsi yoxdursa, zamanlar bərabərdir, sürətlər də bərabərdir, təcil də J-yə bərabərdir. Əla. İndi gəldim nəyə? Yəni aşağı atılma ilə bitdik. Hər bir şey öyrəndik. İndi şaquli yuxarı atılma. Cisim budur. Bu cismi lazeri götürüm mən. Cisim budur. Sən bu cismi gətirirsən, bunu da mən şey rəngdə götürmüşəm. Görəndə. Bu cisimizdir. Bu cisim şaquli yuxarı atırsan. Bu təbii ki, düppədüz olmayacaq. Trayektoriyaya birazca əyilmiş vəziyyətdə olacaq. Trayektoriya gəlir, atılır. Birdən-birə dayanır, sonra da belə düşür yerə. Aydındır. Hansı zaman, nə qədər zamana qalxıbsa, o qədər zamanda düşür. T qalxma müddəti, T düşmə müddəti. Üzürlüsən, zəng gəldi, səsini aldım. Bu qalxma müddətidir. Yəni qalxana qədər olan müddət qalxma müddəti deyirik. Düşənə qədər olan müddət isə düşmə müddəti deyirik. Bu gəlir, burada dayanır. Dayanan anda V 0-a bərabərdir. Aydındır, son sürətimiz 0-a bərabərdir. Onda A-dan B-yə qədər olan trayektoriyada yavaşlayan hərəkət edir. Çünki son sürətdə 0-a bərabər olur. Qüvvə hərəkətin əksinədir. Niyə görə? Mən demişdim axı, qüvvə ilə təcili eyni istiqamətdə götürür ya biz. Aydındır, unutmuram. Qüvvə ilə təcili eyni istiqamətdə götürür. Əgər belə deyək də təcil mənfi olacaqsa orada, onda əksinə də qüvvə də mənfi olacaq. P nöqtəsində V 0-a bərabərdir. İndi B-dən A-ya doğru gəldikdə isə mən bunu neyib yoxdur. B-dən A-ya doğru gəldikdə koordinatların düz yazım. B-dən A-ya doğru gəldikdə nə baş verir? Yeniləşən hərəkət edir artıq burada. Yeniləşən hərəkət edir. Onda V bərabərdir V0 JT olmalıdır. JT, yəni qalxmaya qədər olanda onda 0-a bərabərdir. Onda T qalxma bərabərdir V0 bölünsün J. Qalxma müddətini soruşsa V0 bölünsün J düsturu ilə hesablayacağım. Qalxma müddətinin başlanğıc sürətdən asılılığı düzdür. İndi uşaqlar bu, baxın, gəlir, qalxır, bir də düşür. Bunun qalxması, düşməsi ikisi bir yanında uçuş müddətidir. Bu havada nə qədər olub? Qalxanda da düşəndə də havada olduğuna görə
Buna deyirlər uçuş müddəti. Uçuş müddəti 2t qalxmaya. Mən dedim axı hansı zamanda qalxırsa o zamanda da düşür. Yəni eyni qədər olur. Onda uçuş müddəti bərabərdir 2t qalxma bərabərdir 2v0 bölünsün j. Uçuş müddəti v0-da necə asılıdır? Düz asılıdır. v0 bərabərdir j t uçuş bölünsün 2. Bildiyimiz düsturlarda prosta t'nin yerinə qalxma yazırıq, uçma deyirik, düşmə deyirik. Belə. Gələk nəyə? Uşaqlar, bu cisim buradan atılanda gəlir bura. Bu, qalxa bildiyi ən maksimal hündürlükdür. Qalxa bildiyi ən maksimal hündürlükdür. Normalda s bərabərlə nə edik? Burada h-dır. Olacaq v kvadratı v çıx v0 kvadratı bölü 2j d idi, düzdür. İndi v-nin sıfırdısı olacaq h maksimal v0 kvadratı bölü 2j düsturu ilə həll edəcəm. Onda h maksimalın v0-dan asılığı kvadratik asılı olacaq. İndi bunun v-nin t-dən asılılığını baxaq. Necədir? İlk öncə burada. İlk öncə gəlir necə hərəkət edir? Yavaşyan. Yavaşyan hərəkət edəcək. Buradan da onun əksinə olaraq bu cür hərəkət edəcək. Eyni şeyi burada da qeyd etdim. Всё, bu qədər. Əslində dərsimiz bu qədərdir. Ümid edirəm ki, rahat izah etdim və siz də rahat başa düşdünüz. Həm bunu YouTube kanalımıza yükləyəcəm. Həm mənim tələbələrim, həm də digər tələbələr də baxsın. Hələlik gələn dərslərdə görüşənədək.